Salam, üçbucaqlar mövzusuna aid sual verilib. Düzbucaqlı üçbucağın katetlərindən biri 4 cm, o biri katetin hipotenuz üzərindəki proyeksiyası 1,8 cm-dir. Düzbucaqlı üçbucağın sahəsini soruşur. Düzbucaqlı üçbucaq çəkirik əvvəlcə. Deməli, katetlərindən biri 4 verilib, o biri katetin hipotenuz üzərindəki proyeksiyası 1,8. Əvvəlcə düzbucaqlı üçbucağın hündürlüyünü çəkirik, düzbucaq təpəsindən çəkilən hündürlüyünü. Digər katetin hipotenuz üzərindəki proyeksiyası dedikdə bura nəzərdə tutulur, yəni bura 1,8-dir. İndi bizdən düzbucaqlı üçbucağın sahəsini soruşur. Burada yazaq x. Düzbucaqlı üçbucaqda burada deməli katetin kvadratı bərabərdir. Həmin katetin proyeksiyası x vurulsun ümumi hipotenuzun uzunluğu x üstə gəl 1,8. Buradan əvvəlcə x tapırıq. Olacaq x kvadratı üstə gəl 1,8x bərabərdir 16-ya. X kvadratı üstə gəl 1,8x minus 16 bərabərdir 0. Buradan hər tərəfi 5'e vursaq, 5x kvadratı üstə gəl 9x minus 80 bərabərdir 0. Köklər olacaq, d bərabərdir 81 üstə gəl 1600, yəni 1681. 1640'ın kvadratıdır, 1681 41'in kvadratıdır. X1 bərabərdir 2 vur 5'də, -9 üstə gəl 41. Bu da bizə verir 32, ona böləndə də 3,2. Digər kök tapmağa ehtiyac yoxdur, çünki mənfi köktür, tərəf mənfi olmaz. Yəni x olacaq 3,2. X 3,2-dir, burada yazaq h. Və biz bilirik ki, düzbucaqlı üçbucaqla düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı qarşı tərəfdən ayırdığı hissələrin hasilinə bərabərdir. Yəni 3,2 və 1,8-in hasilinə. H da bərabərdir kökün altında 10'da 32 vurulsun 10'da 18. 32, 16 vur 2, 18, 9 vur 2, məxrəcdə 100. 16'dan 4 çıxaraq 9'dan 3, 2 vur 2, 4, buradan da 2 çıxır, məxrəcdə də 10. Bu da bizə verir 2,4. İndi isə sahəni tapa bilərik. Düzbucaqlı üçbucağın sahəsi, ümumiyyətlə üçbucağın sahəsi 2'də 1, tərəf, yəni burada deyək ki, AB tərəfi 3,2 və 1,8-in cəmi 5 verir. Və həmin tərəfə çəkilmiş hündürlük 2,4. 2,4'ü 2'yə böləndə 1,2, 5'ə vuranda 6. Düzbucaqlı üçbucağın sahəsini soruşur, cavab 6'ya bərabərdir.